Belə enlisinə. Tərkibində bilmək istəyənlərə deyək. Deməli, tərkibində rəngli biberlərdir, göyərtidir, keşnişdir, şüvitdir, reyhandır, soğandır, yaşıl soğan və duzlu xiyar. Yox, elə yox. Mənə bax, bunu belə yaymalıyıq. Götürdüm. Hə. Amma çox ləzzətlidir də. Yəni, indi uşaqlara deyirəm ki, eləyək. Yəni, hazırdılar. 2 dənə eləyəcək, qoy belə olsun. Bəlkə 3 dənə də eləyə bilərik. Problem yoxdur, lavaşımız əlimizdə, tərəvəzlərimiz var. Və qarışıq pendirlər. Hər dəfə vurğulayıram, soyuducuda o pendiri yeyiblər, bu pendiri yeyiblər, hərəsindən bir episod qalıb. Biz onu atmırıq. Üzünə su axışdırdıq, sürtkəcdən keçirtdik, yəni təmiz olsun və bunun arasına səpirik. Hələ duz vurmamışam, görürsünüz. Çünki bilmirəm axı pendirin duzluğunu filanı, amma azca da olsa, çünki biz buna xama vururuq mayonezlə. Xama biraz onun, yəni belə deyək, şit tadı gətirir gəlir. Azca da mütləq qarışdırıyor zövqə görə. Hə, mütləq, hə. Aşpazın duyumu olandan sonra bilməlidir ki, hansı yemək nə hansı keçən dəfə əl öyrətməlidir. Aha, eynisi. Bax, indi mən gördünüz lavaşın necə qıraqlarını kesdim. Lavaşın qoydum, birini kesdim, qıraqlarını tərs qoydum. O ona görədir ki, bax, gördünüz qıraqları da eyni büküldü. Bunun biraz streçi böyüdür. Mən onu biraz qulaqlarını kesim çıxartdım. Rahat bu streçi bükürük. Çünki biz bunu 5 dəqiqə, 10 dəqiqə. Məsələn, qonağın gələcək, yarım saat, 1 saat qabaqdan eləmiş də olsun. Çox qəşəng qalmış. Nə oldu ki, kesilmədi? Yəni, çox qəşəng qalmış. Burada etsinə belə çətin yoxdur. Yəni, bu cürünü hazırlayırıq, qoyuruq soyuducuya. Bu, yarım saat, 1 saat qalandan sonra çox möhtəşəmdir. Onsuz hələ belə də çox qəşəng olur, amma soyuducuya... Doğramağa da kömək olur da. Hə, doğramağa da çox qəşəng mükəmməl. Gətirin, biraz streçi balaca açaq səliqəni.